Değerli dostlar, bugün sizə keçdiyimiz əvvəlki dərslərə aid ilk nümunə testləri biz təqdim edəcəyik. Burada məqsədimiz ondan ibarətdir ki, öyrəndiklərimiz haqqında hansı formada testlər düşürsə, biz onları ilə, o modellərlə tanış olaq. İlk olaraq 30-cu testə diqqətinizi yönləndirirəm. 30-cu testdə deyilir ki, qeyri-formal təhsil forması nədir? İlk öncə xatırlamalıyıq ki, Azərbaycanda təhsilin formaları deyəndə formal, qeyri-formal, informal təhsil sistemi başa düşülür, təhsil forması başa düşülür. Qeyri-formal təhsil forması o idi ki, sonunda təhsil sənədi verilmirdi. Bu kurslar, dərnəklər, əlavə məşğələlər ola bilərdi və s. İndi isə gəlin testə diqqət edək. Sual belədir, qeyri-formal təhsil forması nədir? A bəndi. Azərbaycan Respublikasında müəyyən edilmiş təhsil alma formaları çərçivəsində evdə təhsil və fərdi təhsil hüququdur. Biz bilirik ki, təhsil alma formasından söhbət gedir və plus təhsil və fərdi, yəni evdə təhsil, fərdi təhsildirsə söhbət eksternal təhsildən, yəni sərbəst təhsildən gedir. A bəndi deyil. B bəndinə gələk. Müxtəlif səbəblərdən ümumi təhsildən kənarda qalan şəxslərə təhsil almaq və ya təhsil alınan ümumi təhsilin hər hansı bir səviyyəsini vaxtından əvvəl. B bəndi də sərbəst təhsilə aiddir. O, yəni təhsilin forması deyil. Təhsil alma formasıdır. B də deyil. C bəndi özünü təhsil yolu ilə bilikləri yiyələnmənin forması. Biz bilirik ki, özünü təhsil dedikdə yalnız informal təhsil başa düşülür. C bəndi də deyil. Gəldik D bəndinə. Təhsil müxtəlif kurslarda, dərnəklərdə əldə edilən və dövlət təhsil sənədinin verilməsi ilə müşayiət olunmayan. Bu elə birbaşa qeyri-formal təhsil formasının tərifidir. Demək, düzgün cavab D bəndidir. Amma bu kurikulum fənnidir. Biz istənilən halda Y bəndinə də baxmalıyıq ki, tam əmin olaq. Dövlət təhsil sənədinin verilməsi ilə başa çatan təhsil forması bu isə formala aiddir. Deməli, bizim 30-cu testin cavabı oldu D bəndi. Baxın dostlar, görürsünüzmü biz bütün bəndləri səbirlə oxuyuruq. Çünki kurikulum fənni ixtisas fənni kimi deyil. İxtisas fənnində bir cavab yazılır, o doğru kimi qəbul olunur, digərləri yanlış olur. Amma kurikulumda bəzən ola bilər ki, bütün bəndlər doğru olsun, lakin biz ən doğrusunu axtaracaq. Əgər bizə yanlışı axtarın deyirsə, bütün bəndlərdə yanlışlıq ola bilər, lakin ən böyük yanlışı axtarırıq. Ona görə də mən tövsiyə edirəm ki, bütün müdavimlərimə onlar testi səbirlə, bütün bəndləri diqqətlə oxusunlar. Gəldi 31-ci testimizə. 31 cədvəl testidir. Doğru yanlış cədvəlidir. Yuxarıda yazılıb ki, cədvələ əsasən uyğunluğu müəyyənləşdirin. Bu bəzən uyğunsuzluq da ola bilər. Diqqətli olaq. Burada uyğunluq istəyir. Uyğunluq o deməkdir ki, doğru sütununda doğru fikri tapacaq, yanlış sütununda isə yanlış fikri tapacaq. Amma onu da bilməliyik ki, bu hökmən deyil. Doğruda yalnız bir dənə doğru olsun. Bəzən ola bilər ki, doğruda ikisini götürürlər, yanlışda heç biri, yəni yanlış olmur. Cavab ola bilər 1-2. Bəzən olur cavab 3-4 ola bilər. Yəni mən ona görə bunu qeyd edirəm ki, hər zaman diqqətli olun. Yəni belə bir şərt, mütləq şərt yoxdur ki, doğru sütununda hökmən biri doğru olmalıdır. Bəzən ikisi bir tərəfdə götürülür, digər ikisi götürülmür. Belə hallar da ola bilir. İndi gələk testimizə. Deməli, doğru sütununda doğru axtaracaq. Başladıq biri oxumağa. Təkrar sertifikatlaşmada iştirak etməyən şəxslər sertifikatlaşmadan keçməmiş hesab olunurlar. Bu doğru fikirdir. Şərəf və ləyaqətinə hörmətlə yanaşılmasını tələb etmək təhsil verənin vəzifəsidir. Xeyr, bu hüquqdur. Təhsil verən tələb edə bilər, hüququ var. Deməli, doğru tərəfdə biz biri götürəcəyik. Gəldi yanlış tərəfə. Dövlət təhsil standartlarına uyğun bilik, bacarıq və vərdişlərə yiyələnmək
təhsil alanın hüququdur? Xeyr, vəzifəsidir. Çünki əgər hüququ olsa, biz ondan dərs tələb edə bilmərik. Deyəcək, istəyirəm oxuyuram, istəyirəm oxumuram. Yəni. Və biz qanunu sizə izah eləmişik bundan əvvəlki dərsdə, qanundan seçmələr. Orada da görmüşsünüz ki, biz bu məsələni şagirdin, yəni təhsil alanın vəzifəsi hesab etmişik. Deməli, yanlış tərəfdə 3 yanlışdır. Biz artıq cavabı tapmışıq, amma yenə də 4-cü cümləni də oxumalıyıq ki, tam qətiyyətli qərar verək. Əyani və sərbəst təhsil alma forması ibtidai təhsil səviyyəsində təşkil oluna bilər. Bu fikir doğru fikirdir. Ümumiyyətlə, Azərbaycanda ümumi təhsil sistemində qiyabi və distant yoxdur və əyani və sərbəst təhsil mümkündür. Deməli, hansı qərara gəldik? Doğru tərəfdə 1-ci cümlə doğrudur, yanlış tərəfdə isə 3-cü cümlə yanlışdır. Cavab olacaq 1, 3. Hansı bənddir? Y bəndidir. Gəldik 32-ci suala. Sual belədir. Təhsil sahəsində valideynlərin hüquqlarına daxildir. Bir daha xatırladıq ki, hüquq odur ki, sən onu edə bilərsən, sənə qadağan edə bilməzlər. Etməyə də bilərsən, səni məzur edə bilməzlər. Yəni, hüquq səlahiyyət verir, edə bilərsən, etməyə də bilərsən. Vəzifə deyil ki, borc olsun, bu hüquqdur. Gəldik, baxaq. 1. Yetkinlik yaşına çatmayan övladları üçün təlim-tərbiyə müəssisəsini seçmək. Biz burada, belə deyək də, bu valideynin səlahiyyətinə aiddir və onun hüququna aiddir. Düzdür, biz bunu şagirdlərin hüquqlarında görürük ki, müəssisə seçir, tədris dilini seçir. Bunu əslində valideyn onun yerinə həyata keçirir. Təbii ki, 1-ci sinif şagirdi özü qərar verə bilməz. Burada birinci fikir, yəni hüquqlara aiddir. Biri götürə bilərik. Gəldik ikinci fikrə. Təhsil prosesinin təşkili, tədrisin keyfiyyəti, övladın dərsə davamiyyəti, təhsilə marağı və davranışı haqqında məlumat almaq əlbəttə ki, bu da valideynin hüququdur. Övladlarının humanistlik, vətənpərvərlik, azərbaycançılıq, əməksevərlik, öz dilinə, ədəbiyyatına və tarixinə, Azərbaycan xalqının dəyərlərinə və ümumbəşəri dəyərlərə hörmət ruhunda tərbiyə etmək bu valideynin vəzifəsidir. Biz əslində demişik ki, valideynin 2 əsas vəzifəsi var. Yetkinlik yaşına qədər övladını yaşatmaq, yeməyini, içməyini vermək, xəstədirsə dərman, həkim və s. tədarükü görmək. İkinci əsas vəzifəsi isə övladını vətənpərvərlik ruhunda tərbiyə etməkdir. Yəni, müəllim bir vətənpərvərlik fikri deyirsə, uşaq evə gəlirsə, sevinə ki, ata filan şey oldu, ura sevinirsə, valideyn qayıdıb desə ki, yəni o vətənpərvərlik kimə lazımdır? Məsəl üçün, belə bir fikir desə, əslində valideyn öz vəzifəsini pozmuş olur və buna görə cinayət məsuliyyəti də daşıya bilir. Demək, biz burada 3-ü götürə bilmərik. 3 vəzifədir. 4. Təhsil alanların hüquqlarını müdafiə etmək, təhsil müəssisəsinin idarə olunmasında iştirak etmək, əlbəttə ki, bu da hüquqlara aiddir. 5. Məktəb kollektivi ilə əməkdaşlıq etmək, ümumi təhsil müəssisəsinin daxili intizam qaydalarına riayət etmək, işgüzar nüfuzunu qorumaq. Mən sizə dərsdə də demişəm ki, intizam məsələsi elə məsələdir ki, təkcə valideyn yox, məktəbə gələn hər kəsə vəzifəsindən asılı olmayaraq şamil olunur. Valideynə də, şagirdə də, müəllimə də, hər kəs üçün intizam, nizam-intizam qaydaları vəzifədir. Demək, 5 vəzifədir, biz onu götürə bilmərik. İndi burada sizi çaşdıra bilər ki, axı kollektivlə əməkdaşlıq bəzi hallarda hüquq götürülür. Burada nəyə görə vəzifə götürülür? Çünki əməkdaşlığın bir hissəsi var ki, məsələn, məktəb deyək ki, dərs prosesinin saatını müəyyənləşdirib, valideyn bu mənada əməkdaşlıq eləməlidir ki, övladını həmin saatda gətirsin və dərsi pozmasın. Bu mənada əməkdaşlıqdan söhbət gedir. Yoxsa müəllim deyə bilər ki, valideyn sənin mənlə əməkdaşlığın sənin vəzifə borcundur, xeyr. Bu istiqamətdə əməkdaşlıq hüququdur. Yalnız bir halda əməkdaşlıq vəzifə gedir ki, o da ki, məktəbin idarə etmə prosesinə, belə deyim də, pozmamaq,
O da haradasa intizam qaydaları mənasında gedir. Deməli, bizim burada cavabımız hansı oldu? Birinci cümlə hüquqdur. İkinci cümlə hüquq idi. Bir də ki, deməli, dördüncü cümlə hüquq idi. Cavab oldu 1, 2, 4, yəni A bəndi. Gəldik növbəti sualımıza. Yenə valideynin hüquqlarına aiddir. Bu sualı izah etmirəm. Yenə də həmin standart qaydadır. 34-cü sual bir qədər fərqli sualdır. Sərbəst təhsil, bir də qeyri-formal təhsil. Və görürsünüz ki, sərbəst təhsili seçib təhsil alma formasından, qeyri-formalı isə seçib, deməli, təhsil formasından ayrı-ayrı şəbəkəyə əslində aiddirlər və indi onlar üçün bir seçim eləməliyik. Müxtəlif səbəblərdən təhsildən kənarda qalan şəxslərə təhsil alma hüququ verən təhsil alma forması əlbəttə ki, sərbəstə aiddir. Birə aiddir A. Təhsil alana ümumi təhsilin hər hansı bir səviyyəsini vaxtından əvvəl bitirmək hüququ. Bu da aiddir sərbəst təhsilə. Deməli, birə A və B aiddir. Təhsili müxtəlif kurslarda, dərnəklərdə, bu gedir qeyri-formal təhsil. Dövlət sənədi verilməsi ilə başa çatmır. Bu da qeyri-formalın növbəti tərifidir. Deməli, 34-cü cavabı oldu A bəndi. 1-ə A, B, 2-yə C, D. Gəldik 35-ci suala. 35-ci sualda üzr istəyirəm. Ümid edirəm sualı görürsünüz. E, 35-ci sualda deyilir ki, sual işarəsinin yerinə uyğun ifadəni müəyyənləşdirin. Görürük ki, burada 3 dənə cəhət verib. Həmin cəhətlərdən 3-ü də nəyə aid ola bilər? Biz bunu tapmalıyıq. Övladının təhsili davranışı haqqında mütəmadi məlumat almaq. Bu nədir? Valideynin hüququdur. Övladları üçün təhsil müəssisəsini seçmək yenə valideynin hüququdur. Təhsil müəssisəsi ilə əməkdaşlıq etmək yenə də valideynin hüququdur. Deməli, hər 3 fikir də birləşəndə valideynin hüququ cavabına biz gələ bilərik. Cavab burada olacaq B bəndi. 36. Aşağıdakilərdə hansı müasir kurikulumun prinsiplərindən deyil və biz bunu əvvəlki dərslərdə izah etmişik. Prinsiplərin içərisində inkluzivlik prinsipi yoxdur. İnkluzivlik təlimin təşkilinə verilən tələbdir. Cavab A bəndidir. Qalan bəndlər isə deməli, müasir kurikulum prinsiplərinə aiddir. Biz bunu izah eləmişik kurikulumun səciyyəvi xüsusiyyətləri dərsində. 37-ci test deməli, təhsil alanların, bir də təhsil verənlərin hüququndan söhbət gedir. Biz verilmiş cümlələri oxumalıyıq. Onların hansı təhsil alanlara aiddirsə, biz onu seçməliyik. Hansı təhsil verənə aiddirsə, biz onu seçməliyik. Deməli, birinci cümlə həyat və sağlamlıq üçün təhlükəsiz şəraitdə, mənəvi psixoloji cəhətdən sağlam pedaqoji mühitdə dövlət təhsil standartına uyğun keyfiyyətli təhsil almaq əlbəttə ki, şagirdlərə aiddir. Birə aiddir A bəndi. Təhsil müəssisəsinin tədris dilini, xarici dili tam orta təhsil səviyyəsində təhsilin təmayülünü, tədris olunan dərsdən kənar məşğələləri sərbəst seçmək yenə də şagirdə aiddir. Deməli, birə A, B aiddir. Mükafatlandırılan təltif olunmaq müəllimin hüququdur, o tələb edə bilər. 2-yə C aiddir. Təhsil müəssisəsində vəzifə tutmaq, seçkili vəzifələrə seçilmək yenə də təhsil verənin, yəni müəllimin hüququna aiddir. Cavab oldu A bəndi. Bu cərgədə yenə valideyn hüququ, o məlum məsələdir. Hansı fikir doğrudur? Formal, qeyri-formal, informal haqqında söhbət gedir. Bunu da tapmaq çətin olmayacaq sizə. 40-cı sual, müasir kurikulum prinsipləri ilə bağlı uyğunsuzluğu müəyyən edin. Uyğunsuzluq o deməkdir ki, yəni burada hansı bənd yanlış verilib, mühakimə səhvdir, bir-birinə qarşılığında
düzgün qoyulmayıb. Deməli, A bəndi şagird yönümlülük təlim-tədris prosesi zamanı şagirdin potensialı nəzərə alınır. Bu düzdür. B bəndi şəxsiyyət yönümlülük şagirdlərdə milli mənəvi dəyərlər. Bu da doğrudur. Mən sizə bunu izah etmişəm. Dəyərlər sözü harda varsa şəxsiyyət yönümlülükdür. C bəndi tələb yönümlülük şagirdin gündəlik təlim nəticələr çatması nəzərdə tutulur. Xeyr, bu elə deyil. Çünki tələb yönümlülükdə dövlətin, cəmiyyətin, fərdin ehtiyacı məsələsi olmalı idi. D-yə də hər ehtimala qarşı baxaq, nəticə yönümlülük təhsil iştirakçılarının hansı bilik və bacarığı əldə edəcəyini əvvəlcədən müəyyənləşdirilir. D bəndi düzdür. İnteqrativlik fənlər və həyatla əlaqəli yaradılır. Bu da ki, doğru fikirdir. Deməli, bizim bu testdə yanlışı biz axtarmalıyıq, uyğunsuzluğu biz axtarmalıyıq. O da özünü göstərir, deməli, C bəndində. Dəyərli dostlar, mən bütün testləri bircə izah eləmirəm. Çalışıram ki, eyni formatlı testlərə biz baxış keçirək və qalan testləri eləyəndə də sadəcə təkcə mənim sizə etdiyim izahları deyil, çalışın ki, izahın gedişatına diqqət edin ki, mən birinci nəyə fikir verirəm, nəyə birinci diqqət edirəm və testdə bütün bəndləri oxuyuram, yoxsa oxumuram. Və görürsünüz ki, biz sizə burada 10 test izah eləməyə çalışdıq. Düzdür, arada oxşar testləri biz demədik. Məqsədimiz odur ki, kurikulum testlərini işləməyin qaydası ilə ixtisas testlərini işləməyin qaydası eyni deyil. Kurikulumumuzu tamamilə bir qədər də vərdiş halına gətirməliyik ki, bütün bəndləri oxumalıyıq. Heç bir bəndi tələsib budur deyə bilmərik. Və bir də kurikulumda bir qızıl qayda var. Mən bunu sizə həmişə deyəcəyəm gələcəkdə də. Və bunu həmişə tətbiq edin. Məsələn, bəzi yoldaşlar mənə müraciət edir ki, filan testin cavabı niyə deyək ki, bu götürülür? Axı, orada bəlkə belə demək istəyir. Mən də deyirəm ki, bəlkə sözü orada varmı? Deyir, yox. Orada sizin dediyiniz söz varmı? Deyir, yox. Mən də deyirəm, əgər o söz orada yoxdursa, onunla bağlı qərar verə bilməzsiniz. Yəni, standart da budur ki, sizdən də tələb olunan budur ki, bu cümlədəki sözlərə görə qərar verək. Bu ehtimal, bu bəlkə belə demək istəyir, bəlkə güman ki, belə demək istəyir, yox. Bizim belə əlavələrimiz bizi sadəcə çətinləşdirə bilər. Orada verilən sözlərə görə qərar verməliyik. Düşündüm ki, biz bugünə qədər keçdiyimiz 6 dərsə aid test nümunələrinə qismən baxa bildik. Bu test nümunələri MİQ və sertifikasiyanın imtahan mərhələsinə uyğun gələn modelə oxşar nümunədir və bu kimi testlərlə çox işləməlisiniz və vərdiş halına gətirməlisiniz. Diqqətinizə görə təşəkkür edirəm.